Mən o gün 3 gün, 4 gün bundan əvvəl canlı yayımda dedim ki, Əyrıqılçanı efirə gəldiyi yerdə qoymayıblar. Deyiblər ki, gəlmə, efirə buraxılmırsan. Bunun sayılı həmin günün sabahı mənə bir zəng gəldi. Mən deməyəcəm kimdən gəldi zəng. Bəlkə mənim bu dediyimə narahat olublarmış. Əyrıqılçanın elçisindən zəng gəldi, elçi. Nəysə elə mən də əhəmiyyət vermədim, heç bilmədim nə danışır, imkan vermədim danışmağa. Sonra indi mənə məktub gəldi ki, Afət xanım, sizin videonuza baxdıq, siz deyənlərin hamısı düzdür. Amma bəs Əyrıqılçanın sifarişi ilə saxta siyahı tərtib olunur. Əsas Əyrıqılçanın sifarişi ilə təklif ondan gəlir. Yəni bunlar tək bir adamın işi deyil. Bir-iki nəfər yığışıb o cümlədən dəstənin rəhbəri Əyrıqılçadır. Deməli, ay müğənnilər, siz mənim oduma, deyir qurunun oduna yaşlayanlar, siz mənim badıma getmişsiniz. Böyür başına da bunlar, çünki tək bir Afətin adı oraya yazılsa, izləyicilər deyəcək, aha, Afətin bir-iki düşməni var, bunlardan biri deyilən. Həm də bu biraz rəsmi xəbərə oxşamır. Girib baxsaz həmin səhifəyə, orada Əyrıqılçadan videolar çox paylaşılıb. Özünüz biləcəksiniz nədir, nə deyil. Əyrıqılçanı dünya starı kimi təqdim ediblər. Rəsmi bir xəbər saytının sənəti olmayan bir Əyrıqılçanı orada sanki Rihanna səviyyəsində təqdimatını niyə eləsin ki? Deməli, görünən kəndə nə bələdçi. Bunu qayd edin, mən də paylaşacağım səhifəmdə. Mən bunun bir-iki nəfər tərəfindən olduğunu bilirdim. Amma mənə indi telefonuma məlumat gəldi ki, bəs mənim adım olmasın, bu siyahını əsas Əyrıqçanın istəyinə görə tərtib ediblər. Dedim, axı, o kimdir ki? Dedi ki, Əyrıqılça, o gün dedi, sən canlı yayımda demisən ki, Əyrıqılçanı efirə gələndə qovublar, buraxmayıblar, bəlkə hiddətlənib bundan. Bəs siyahını bu verib. Zaten İntiqam Valihoğlu demişdi ki, Afət ki burada yaşamır. Afət pırçon burada da. Yəni, və yaxud o siyahıda el adamların adı var ki, görün nə ağlı işlədib bunun. Barda striptiz göstərən müğənni olmayanlar da yanımıza qoşub ki, lap belə güya yandırıcı təsir olsun ki, məsələn, filankəs dağılınca da burada filan müğənnilər. Orada kifayət qədər ciddi müğənnilər var. Ofeliya Şabanova var. Əgər söhbət oxumaqdan gedirsə, Ofeliya xanımın çox gözəl səsi var. Ailədən də gedirsə, gözəl də ailəsi var. Həmçinin də mən özümü də ora şamil edirəm, digər dostlarım da. Amma görün, Əyrıqılça başını nə tərişlədi. Və bunu da kimə yaydıraq? Bu işin altına ağlı başında olan ciddi sayt girməz. Dostluğu olan səhifə ilə bunu yayımlayıb. Niyə dostluğu olan deyirəm? Mən bu şeydən sonra, canlımdan sonra girib baxarsınız, yalancı xəbər yayanların səhifəsində Əyrıqılça dünya starı səviyyəsində təqdim olunub. Əgər sən çox ciddi doğrudan da bir saytsansa, sən niyə sənəti olmayan Əyrıqılçanı hansı səviyyədə təqdim edib səhifənə qoyursan? Nə marağın var? Xoruzun quyruğu göründü. Yəni, bu da indiki aldığım xəbərdə hələ çox şeylərin üstə açılacaq. Dostlar, zaten hər dəfə də bu danışığımın sonunda deyirəm ki, zaten mən orada yoxam ki, mən efirə çıxam ya çıxmayam, bu məni narahat eləyir. Mən yoxam orada. Orada olanda da aparıcılar da təsdiq eləyə bilər ki, mən orada olanda da onlar dəvət eləyirdi. 5-nə yox deyirdim, axır bir-ikisinə hə deyib getmişəm. Mənim efir vaxtım deyil, mən 20 yaşında çıxmışam o efirlərə, özdə onun ən şahlarına, yəni şah verilişlərə, yəni hansı ki, yəni bu səviyyədə olmayan vaxtında da nəyi demək istəyirəm. Fakt girin, baxın da, bizim fake xəbəri yayan səhifəni girin, incəliyin. Baxın, görün, Əyrıqılçanı hansı səviyyədə təqdim edir. Görün, orada sənəti olan Gülyaz Gülyana xanım haqqında bir xəbər varmı, yox? Fərqanə Qasımova haqqında xəbər varmı, yox? Azərbaycanın sənətkarları haqqında görün xəbər varmı, yox? Amma Əyrıqılça haqqında elə bir xəbər hazırlayıblar ki, elə bir ki, dünya starı girir. Baxın da, bir baxın. Biləcəksiniz mən nə edirəm? Bunu elə bir dəhşət fakt əlimə gəlibdir. Mən göstərənmərəm, çünki mən hüquqşünaslar bilir.
bilirlər ki, elə şeylər var ki, orada ad çəkmək olmaz. Girin, saxta xəbər yazan, saxta sayta, saxta xəbər yazan, saxta məlumatları yazan, həmin o yalan xəbər yazan sayta və yaxud səhifəyə girin, baxın, görün, bir sənətkar haqqında orada gözəl xəbər yayılıbmı, yazılıbmı? Yox, bir baxın da, mən bununla da sübut elədim ki, sizi boykot elədim ki, siz busuz. Siz orta məktəbi heç 3 ilə də bitirməyibsiniz. Ali təhsilli insana do gələ bilərsiniz. Sizi belə ifşa elədim. Girin də bir ay canlarım, 1600 nəfərsiz. Arada bir girərsiniz. Mənim, bax, bu axırıncı indi video paylaşmışam. Yeni bu prosedur elətdiyim haqda. Orada yazarsınız, oxuyacağım. Yazarsınız, kimin orada videosunu gördünüz və hansı səviyyədə təqdimat olunub. Güya bu Ərqılça zvezdadır, məclisə girir. Ay aman, yaxşı görək, ömür boyu xarici oxuyub, onun sənəti var, səsi var ki. O tərəfdən də bir transı öyrədib başlayıb danışmağa. Onu da ifşa elib oralara qoymuşuq. Trans da başlayıb, trans da onun ələkçinin qıl verənidir. Trans, konkret trans boyundan olmur, düzgün mənim əvvəlki vaxtım deyil. Apar ver də, onda məhkəməyə, əvvəlki vaxtın deyilsə, apar ver məhkəməyə. Gəl məhkəməyə, ekspertizadan da kağız gətir. Görək, transsan yoxsa yox. Sən transsan. Trans uzun saç əkdirməklə deyil ki. Ona görə də sizin dəstənizi belə ifşa elədim. Əyriqılçanın spisakının tərtibatı nəticəsində qeyri-rəsmi xəbəri, yalan xəbəri, ciddi xəbər kimi saytlara sırıyan, gedin saytın səhifəsində baxın, görün Əyriqılça onlarla necə bir yerdə iş görür. Niyə məni paylaşmırsan? Eldar Mansurovdan əsər oxumuşam, fortepiano ifalarım var, not bilirəm. Ön azından da səhifəndə mənə niyə yer vermirsən? Ömür boyu məni pisləmirsən səhifəndə, indi baxıram. Girdim səhifəni, bütün incələdim özümdə. Allaha and olsun, bir ciddi bir sənəti olan adam olub orada təriflənsə, mən deyirəm ki, kişinin qızın sənəti var da, Elnara Abdullayeva sənəti var, Gülyaz Gülyana xanım, Fərqanə Qasımova, digərləri. Necə olur ki, bir şeyləri ilə, jargonla oxuya bilməyən, ömür boyu ləhcə ilə oxuyan, müğənnicik bir nefrə qadağası olan, o gün mən canlımda deyən kimi ki, bu nefrin elə pləkandan çıxanda qovublar. Sabahı bu xəbər paylandı. Niyə? Səhifənin adı nədir? Gedin tapın da. Ham bilir, ham yazacaq burada. Səhifəni də yazacaqlar. Yox, Hüseyin bəy. Biz Aşıq Namiq bütün hər yerindən danışıb, əlimizdə fakt var ki, biz indi məhkəməyə verəndə görəcəksiniz. Siz görəcəksiniz. Zaten mən yoxam orada, sadəcə mən niyə danışıram? Mənim sənət yoldaşlarımın orada olan siyahıdır. Onlar mənə kimi yaxşı danışa bilmirlər. Bir də ki, bu iş mənə görə bunların başında çatladı. Mən canlımda dedim ki, Əyriqılçanı efirdən qovdular. Elə həmən onun sabahı, düzdür, ondan bir neçə saat sonra ortaq bir dostumuz var. O yığdı məni, gördüm bəlkə narahatdır. Yox, ay qız, ona qadağa qoyulmayıb, ad da çəkilmir ha. O onunla danışır, mən də deyirəm qoyulub. O deyir ona qadağa qoyulub, mən də deyirəm qoyulub, ad çəkilmir. Nəsə yola verdim, danışdıq, bitdi. Bir də sonra mənə məlumat verildi ki, gündəm dəyişilməyi üçün belə bir siyahı ortaya atılıb. Amma zaten bir söhbət bir neçə gün danışılır, bitir də. Amma indi mənə məlumat gəldi telefonuma ki, girin, o səhifəyə baxın. Mən Əyriqılça efirə buraxılmadı deyən kimi. Niyə o səhifədə o Əyriqılça təriflənən səhifə tərəfindən dezinformasiya getdi orada da? Nədir? Əvvəla yazırsınız, yazın. Heç hətta doğrudan da mənə qadağa qoyularsın. Belə qanun yoxdur Azərbaycanda ki, qadağa qoyulsun. Niyə? Oradakı müğənnilərin heç bir vətən xaini deyil. Hamı Azərbaycanın övladlarıdır. Yəni, ağlı başında olan savadlı adam bilir ki, belə şey ola bilməz. Bu konstitusiyaya zidd olan bir şeydir. Savadsızlar üçün mən danışıram ki, belə bir bayağı xəbəri, bayağı səhifə yaya bilərdi. Bayağı səhifədə də həmən Əyriqılçanın böyük təqdimatı gedir. Yəni, bu Əyriqılçanın valla sənəti olsa, məsələn, mənim o vaxtı bir sənətkarla problemimiz olmuşdu. Deyir, igidi deyir, neynə haqqını tapdalamada, belə bir yadımda qalan misal var. Onun sənətinə kim nə deyə bilər? Böyük xalq artistimiz. Sənətkardır da, kişinin qızı. Amma
Baxıb bu əyri-qılçanın sənəti vallahi yoxdur, billahi yoxdur. Bu insan demək olarsa, mənim bu çıxışımdan o sırağa günkü 3 gün əvvəlki ki dedim, bunu efirdən qovublar. Tez mənə zəng gəldi, ortaq bir dostumuzdan ki, ona qadağa qoyulmayıb. Dedim, narahat olma, qoyulub. Lap belə ad da çəkərəm. Efirdə görməyəcəksiniz, Şəbnəmi görməyəcəksiniz. Ayın 5-i Şəbnəm ayrı olmalıydı. Deyiblər, gəlmə. Amma Şəbnəmin adını siyahıya qoymursan. Digərlər mənim danışmadığım, məsələn, Bicdoğanın da deyiblər, gəlmə də verilişə. Deməli, mart ayının 4-ü mü, 5-i mi? Bicdoğan efirdə olmalıydı, deyiblər, gəlmə. Necə olur ki, bunlara gəlmə deyilir, onların adını ora yazmırsınız? Və yaxud əyri-qılçanın harası belə samballı oxuyandı ki, elə küçə mahnılarını mən onlardan öyrənib oxumuşam da. Necə olur ki? Və yaxud ən axırda da ən axırıncı konkret sualım vəbşə bu deyil. Ay onu mənbəni göstər, yəni mənbəni göstərməyən, yalan xəbəri yayan sayt, səhifə bilmirəm. Niyə səhifəndə həmin əyri-qılçanın belə çox böyük, belə necə deyim, çox yüksək səviyyədə sanki dünya starıymış kimi təqdimatını edirsən? Bu da bu. Xoruzun quyruğu göründü. İndi, yəni girin baxın, mən səhv desəm, düşmənlərim, əyri-qılçanın adamları, Bicdoğanın adamları çoxdur, yazacaqlar ki, əz yaxşı dənə, əz belə elə filan. Amma girin, baxın, incəliyin, bir xeyli gedin oralara. Getdikdə görəcəksiniz ki, bircə dəqiqə. Siz onda görəcəksiniz ki, mən düz deyirəm. Orucov deyir, düppədüz deyirsiniz. Tapdığınız videonu. Video məndədir. Poza bilməzlər, pozsalar, mən göstərəcəm üstündə etiketi ilə. Ay balam, mən efirə zaten çıxmıram. Adama deyərlər, görün varmı kəfəniz? Mən 4 ildə çıxmıram. Özüm də yeganə müğənniyəm ki, promoy buradan dedim ki, adımı çəkməyim. Ümumiyyətlə mənim adımı çəkməyim, məni də göstərməyim. Mən bayaq Kəmalə Günəşli demiş, Kəmalə güya YouTube'la, Kəmalə güya efirlə mi gəlib ki, sosial şəbəkə ilə biz gəlmişik, partlatmışıq, tutuzdurmuşıq, lor dildə desək. Vicdanı olan insanlar girin həmin sayta, həmin səhifəyə. Onlar əslində saytdır, demək bilmirəm, saytdır mı? Əslində bilmirəm, saytdır mı? Və indi mən bu şeyi incələyəcəm, aidiyyatı qurumlara məktub yazacağım ki, bu saytdırsa bu hardan maliyyələşir? Maliyyələşirsə, niyə yalan məlumat buraxır? Mən bunun maliyyələşmələrini açıb tökəcəm. Görək hardan, bu cəmaat sayt açır, işlədə bilmir. Bunların bu maliyyəsi hardandır, nədir, nə deyil? Bircə dəqiqə. O gün Aşıq Namiq bu barədə danışıb. Namiqi qoşum, Namiq danışsın. Namiq bir dəqiqə. Mən qorxmuram, yox, nədən qorxum? Mən haqqımı tələb edirəm. O qorxusun ki, fake xəbər yayıbdır. Əlində istinad eləmədiyi mənbə olur. Niyə yaymırdı? Rəsmi saytlar var da, ən dəqiq xəbərləri verən saytlar var. Qafqazinfo var. Onların heç biri yazmayıb. Hamısı bura istinad eləyib yazıb. Bu istinad elədikləri yer heç yerə istinad eləmir. Soruşanda da deyirsən ki, hardan almısan xəbəri? Namiq soruşub da. Deyir, eşitdiklə şey olar. İndi gələr məhkəmədə cavab verər. Bəs niyə Namiq deyəndə ki, bunlar hardan maliyyələşir, o xəbərləri sildiriblər? Niyə? Ya, bunun kökünə getmək lazımdır. Ağlı başında olanlar bildilər mən nə edirəm. Həmən səhifədə fake xəbərimizi yayan, yalan xəbəri yayan səhifədə bu xəbərin siyahısını tutan əyri-qılça, onun haqqında çox böyük təqdimat gedib. Sanki bu Zeynəb Xanlarovadır güya. Sən kimsən? Sən xaric oxuyan, ömür boyu oxuyan da deyilsən sən. Sən oxuyan deyilsən ümumiyyətlə. Sən 7 not olduğunu da bilmirsən. Sən ümumiyyətlə oxuyan deyilsən. İndi atlar öldü, itlərin bayramı oldu. Biraz boşluq yarandı. Yəni bu mənim sənət yoldaşlarım deyir, qurunun oduna yaş dayandı.
o siyahını əslində mənim üzərimdə qurublar. İş budur ki, mən orada yaşamıram. İntiqam Valihoğlu çox ağıllı jurnalist, çox savadlı jurnalistdir. Deyir ki, yəni hamını başa düşdük. Bu 30 nəfərdir, nədir bilmirəm üçün. Bunun əgər orada 30-dursa məsələn, bunun bir dənə Afət xanımdan başqa hamısı deyir burada yaşayır. Yenə hardasa dərd yarıdır. Məhz bu Afət xanım burada yaşamır, neçə illərdir gəlmir və yaşamır, efirə də çıxmır. Bunun adı niyə oradadır? Xoruzun quyruğu göründü. Əyri qılça, mən deyəndə ki, yekunlaşdırıram, bundan da sağollaşıram. Mənim bir xarakterim var. Mən bir işin axırına çıxmasam, o yolda nə olur olsun gedəcəm. İndi sabahdan hüquqi işləmlər başlayacaq. İndi əyri qılça gələr o yalancı yazan səhifəyə durar, varatar durar. Dostlar, deməli məsələ nədir? Mən canlımda deyəndə ki, əyri qılçaya efir qadağası var. Efirə buraxmadılar. Üstündən bir 5-6 saat keçən kimi həmən bir nəfər məni yığdı. Bir keçmiş aparıcılardan biri. Ad da çəkmədən deyir ki, sən demirsən ki, qadağa var falan 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 belə danışır. Dedim ki, ad da çəkmir, mən də ad çəkmirəm. Deyirəm ki, əşi demişəm, qadağa var da. Dedi, yoxdur qadağa. Deyəndə dedim, adamın özü yığsın, sən niyə yığırsan? Nəsə belə bir söhbətin axırı mehribançılıqla bitdi, sağollaşdıq. Nəysə, üstündən 1-2 gün keçəndən sonra bu fake xəbər çıxdı. Dünən mən bütün araşdıranda gördüm ki, mənə deyildi gündəm dəyişilmək üçün. Və burada, baxın, əyri qılçaya yaxın olan adamlar yoxdur. Əyri qılçanın yaxını olan Bicdoğan salınmayıb ora. Əyri qılça bu siyahını tərtib eləyib. Mənim sadəcə olaraq bu yalan xəbər yayan səhifə ilə əyri qılçanın əlaqəsinin sübutunu tapıb çıxartmaq istəyirdim. Bunu neçə gün idi beynimdə gəzdirirdim ki, yaxşı, Afət, sən düzsən. Ay, mənə bu xəbəri göndərəm, düz deyirsən. Axı, bunun sübutu da əlimdə bir qarmaq olsun da mən. Səhifəni araşdıranda görürəm ki, heç bir xalq artistinin, əməkdar artistin orada səviyyəli şəkildə təqdimatı olmayıb. Adama deyərlər, sənin marağın nədir? Yəni, görünən kəndə nə bələdçi, dostluğum var da. Dostluğum var, xəbər ora qoydurmusan. Necə ki, söyüş söyənlərə sifariş verirdim bizi söydürən kimi. Pullar gedirdi o vaxtı Peterdən nəmənənin nəmənəsinin vasitəsilə xariclərə pullar göndərirdin. Filan kəsi söy, filan kəsi söy, filan kəsi söy. Şahid olmuşam. Mən bunu 6 il əvvəl də demişəm. Azərbaycanda yaşayanda da demişəm. İndi deyəcəksiniz, Moskvadan danışırsan, yaşayışım burada, onun üçün burada danışıram. Mən Bakıda olanda da bunları danışmışam. Bu qara yaradır düşüb, nə show biznesdə yoxdur, nə sənətdə yoxdur. Bu küçə adamı qara yaradır düşüb bu camiyəyə. Problemi məndəndir. Mənim badıma da bu müğənniləri böyrümə düz qoş eləyib. Hə, əlbəttə, kanalların daxili bir, ola bilər, istəyir bir şov verilişlər o əvvəlki səviyyədə deyil deyə, ora çıxmayacaqlar. Əlbəttə, bu bayaqlar hələ buraxılmayacaq. Yaxın müddətdə də buraxılası deyil, bu görünən kəndə nə beləcə. Zaten verilişlər də bağlandı, hara buraxılasıdır. Bağlanmayanlar da təzədən səviyyəli şəkildə dönəcəklər. Bunu özünüz görəcəksiniz. Amma adama bax, məntiq deyilən bir şey var. Zaten Afət efirə çıxmır. Afətin bu siyahıda nə ölümü azıb? Niyə Bicdoğan yoxdur orada? Hansı sənət əsəri oxuyub ki? Hansı istedadı məndən artıqdır ki? Öz yaxın dairələrini ora qoymayıb və bunların əlaqəsini neçə gün idi axtarırdım. Əlimdə elə bir video var ki, özünüz girin tapın. Həmən səhifədə əyri qılçanın, hamı yazır düz deyir, əyri qılçanın təqdimatının hansı səviyyədə bir məkana girir, hansı səviyyədə onu təqdim ediblər, adama sual verirlər. Niyə buydu sənətkarlarımız var? Mən sənətkar zat deyiləm, məni qırağa qoy. Xalq artistini təqdim elə o səviyyədə, o səhifədə. Sən əgər ciddi səhifəsənsə, ciddi saytsansa, ciddi sayt, ciddi müğənnini təbliğ eləyirsən, əyri qılça büyün efirə qadağadadır. Dostlar, bu əyri qılçanı efirdə görsə, ciddi efirdə. İndi o adlarını deməyəcəm, müəyyən kanallar var, ora çıxmaq ümumiyyətlə zapadlodur, getmirik. Özünə hörmət eləyən müğənnilər, bəzi kanallar var da, getmirik. Çağırırlar, deyirik, vaxtımız yox. Mən Bakıda yaşayanda, nəm sabah filan yerdə, yalan deyirik, toyumuz var, filan filan. Amma çox ciddi efirlərdən danışıram. Görün, əyri qılçanı görəcəksinizmi? Ayın 4-də, 5-də də efirdə olmalıydınız. Mən elə Şəbnəm, Mənzurə, əyri qılça, Bicdoğan, bunların hamısı 4-ü, 5-i, 6-sı efirlərdəydi. Yoxdur, dedilər gəlmə.
Bu qadağa demək deyil ha. Yəni buna deyiblər ki, bunlara deyirlər ki, hələ gözləyin. Mən demirəm ki, bunları qadağaya qoyublar. Yox, gözləyin deyirlər. Amma mən o gün canlımda deyəndə ki, Mırta dedim də, dedim ki, sizi güldürmək üçün, dedim bu əyri qılça şeydədir, qadağadadır, deyiblər da svidaniya. Əslində qadağa deyil. İxtiyar yoxdur ki, qadağa qoyulsun. Sadəcə olaraq efirin öz daxili məsələsi də hələlik buraxılmır da. Bayağı oxuyanlar bir sözlə. Mənim içi də mən qarışıq, hamımız kim bayağı oxuyursa büyün. Efirlər deyir ki, hələ haralarsa qıcıqlandırmıyor. İndi gələcəyi bilmək olmaz dostlar. Mənim bu videomdan sonra ki, mən o gün sizə dedim, halva pişirdiyim gün. Dedim, əyri qılçaya deyiblər, gəlmə. Vallah billah deyiblər. Bax, Şəbnəmə də deyiblər, Bicdoğana da deyiblər, Mənzurə xanıma da deyiblər. Hələ efirlərdə görməyəcəksiniz, heç əflatunu da görməyəcəksiniz. Orada siyahıdakılardan əlavə olmayanlardan kimi deyim. Deyəcəm də inciyəcəklər. Görməyəcəksiniz, heç adları siyahıda olmayanları da görməyəcəksiniz. Amma məsələ nə oldu? Məsələ bu ki, mənim bu sözümdən bəlkə hiddətlənib, dostluq əlaqələri olan səhifəyə siyahı tutub verib ki, davay, qurunun oduna yaş da yanıb. Afətə görə o siyahı tutulub, afətə görə. Mən demirəm, pis oxuyanlardır. Yox, hamısının da fanatı var, istəyənlər də var. Xalqa deyə bilməsəm bunu istə. Yox, sadəcə olaraq bu efirlər buraxmırlar. Bəli, siz də görəcəksiniz bunu. Buraxmayacaqlar da. Şəbnəmin sənəti var. Şəbnəm oxuyandır. Amma deyiblər gəlmə də. Ayın 5-i, 27-si də efirdə olmalıydı. Deyiblər gəlmə. Bicdoğan da efirdə olmalı. Deyiblər gəlmə. Ayın 5-i də özünlə də yazışmışam, danışmışam. Hətta mənə deyir ki, yox, mənə lazımdır efir. Deyirəm, lazımdan getmir söhbət. Fakt sənə dedilər, gəlmə. Fakt var mənim əlimdə. Yalan danışıramsa versin məhkəməyə. Gəlin faktımı qoyum ortaya. Girin, məni yalancı çıxardın da. Dostlar, girin, bu yalan xəbəri yayan. Heç ağıllar işləməyib ki, bu sifariş verən əyri qılçanın videolarını səhifələrindən götürsünlər. Əlaqələrinin olduğu üzə çıxdı. Sənin səhifəndə afəti niyə tərifləməmsən? Haram pisdir ki, əyri qılçadan. Harasını pis oxuyuram ki, əyri qılçanın. Ömür boyu xaric oxuyub. Onun canlı oxumağa gəlsin, üzə dayanaq oxuyaq. O məndən danışan var, trans. O da onun adamıdır, Allah haqqı. Girin səhifələrinə baxın, o onu tərifləyir, bu bunu tərifləyir, onu tərifləyir. Mən transa cavab verən deyiləm. Heç vaxt. Mənə səviyyəli adam çıxsın, məni gəlsin, mən kimlə polemikaya girim? Kəramət gəlsin. Kəramət gəlsin, səviyyəli adamdır, səviyyəli də danışır. Məni kəramət tənqid eləsin. Məni Kakoyni bu trans tənqid eləməsin. Və salam şüt, tamam. Bununla da sosial şəbəkədən mən hər şeyimi dedim. Mən getdim. Sosial şəbəkə zaten ben videomun altında da yazmışam. Deyirlər darıxırıq çıx. Bugün də üzümə prosedurlar eləmişdim. Görürsünüz hələ burada iynənin izləri var. Çıxası deyildim. Bu məlumat dank telefonuma gələn kimi dedim bugün axırıncı canlımı eləyim. Mən bugündən canlıya çıxmayacağım bir həftə. Həftədə bir dəfə çıxacağım. Səmərəli şeylərdən danışacaq. Artıq da sənətlə bağlı, mətbəxlə bağlı söhbətlərimiz olacaq.